Sudurğa zamanı nə etməli? 1. Sakit olun. Panik etməyin. Vəziyyəti diqqətlə müşahidə edin. 2. Zərərli əşyalardan uzaqlaşdırın. Ətrafında sərt və iti əşyaları uzaqlaşdırın ki, zədə almasın. Zərər çəkəni yan çevirin. Bu, tüpürcək və qusuntu ilə boğulmanın qarşısını alır. 4. Ağzına heç nə qoymayın. Dişlərini qısdığı üçün barmaq, qaşıq və ya hər hansı cisim qoymaq təhlükəlidir. 5. Başının altına yumşaq bir şey qoyun. Zərbənin qarşısını almaq üçün yastıq, paltar və s. Vaxtı ölçün. Qıc olma 5 dəqiqədən çox çəkərsə, dərhal təcili yardıma zəng edin. Qıc olmadan sonra nəfəsini və şüurunu yoxlayın. Ayıldıqdan sonra qarışıqlıq ola bilər. Onu sakitləşdirin və nə baş verdiyini izah edin. Nə etməmək lazımdır? Zorla tutmağa çalışmayın. Su və ya dərman verməyə çalışmayın, ayılana qədər. Qolunu, ayağını bükməyə və ya tərpətməyə cəhd etməyin. Əgər şəxs ilk dəfə sudurğa keçirirsə, hamilədirsə, nəfəs almırsa və ya sudurğa 5 dəqiqədən uzun çəkirsə, təcili tibbi yardım çağırmaq vacibdir.